Kanala abone olmağı ve videonu beğenmeyi unutmayın. Hoş izlemeler. UEFA Çempionlar Ligasının heyecanı devam edir. Sudakov topu kapı karşısında baş servisi de burada. Erken gol Enzo Barnecheya'dan gelir. Karşılaşmanın 6. dəqiqəsində Elvin Cəfərquliyev cəhd göstərdi. Sheldrop'lu bu. Verdi ötürməsini. Sudakov kəsir. Medina'dan keçdi. Pavlidis. Fikir verin. Medina'ya toxunan top Bəhlula dəyir və 2-0. Qarşısına göndərir. Qarşıladılan zərbə və gol! Leandro Andrade! Əla bir zərbə ilə fərq azaldır. Güllə kimi çıxdı ayağından top. İndi Kadi topu ələ geçirib. Kadi Borges. Kadi! Qapı direği. Kamil Duran. Yankovic. Yankovic. Trubin. Trubin nəyə çıxartdı? Marko Yankovic. Qarabağ dalğa gəlir. Bu dəfə Benfica'nın bəxti ayaq üstündəydi. Bəxt komandamızdan üz döndərir. Bir xeyli top gətirdi Kadi Borges. Ferrer ötürməsi. Kamil Duran. Kamil Duran qapçı Trubin. Bu da keçmədi. Marko Yankovic, ara ötürmesi Yankovic, Camilo Duran ve gol! Camilo Duran! Duran! 2-2! Neştayse dalıştık. Qarabağın cavab golu. Ağla sığmaz geri dönüş. Kadi Borges topu kapı karşı. Bəhlul Mustafazadə! Aşkar offside. Zubir'le oynuyor. Abdullah Zubir pauza götürdü. Kaşuk! Gol, gol, gol! Ölmez Kaşuk! 3. gol gelir. Rui Costa bak belə bir reaksiya verir. Portuqaliya futbolunun efsanesi. Ağ dəsmallar havadadır. 5. dəqiqədə yekunlaşıb. Erik Lambrecht bitib artıq. Lambrecht bitti! Bitti Qarabağ! Bu Qarabağdır. Bu Azərbaycan təmsilçisidir. Yeniden Pedro Bicalho topla. Bicalho! Kapı direği. Abdullah Zubir! Gol! Gol! Abdullah Zubir! Burada ötürmə vermeye eğlenceli artık. Uçaklar alıp Aday'ın zərbesi ve gol! Gol! 2-0. Oyunun 84. dəqiqəsi. Ve bu da son ve bu da Qarabağın qələbəsi. Bu da finaldir. Kopenhagen divarları. Komandanın əsas silahı Avropa çempionu Nico Williams indi. Leandro Andrade! 1-0! Gol, 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 gol! Bu ne başlangıçtı? İlk dəqiqə gol var San Mames'te! Fantastik start! Hiləgər bir ötürmə gəldi indi. Təklif Gurseta və hakimin qərarı necə olacaq? Golu qeydə alırlar. Gorka Gurseta. Qarşılaşmanın 40. dəqiqəsində hesaba tarazlıq gətirir. Beringer çevirdi sol tərəfə. Sar istiqamətinə onun zərbəsi. Oy. Robert Navarro. 2-1. Bilbao hesabı öz xeyrinə dəyişir. Az önce meydana daxil olan Robert Navarro Atletik hesabda önə keçirir. Bayramov. Mateus yıkıldı. Hakimin qərarı. Vermədi 11 metrlik cərimə zərbəsini. Etirazlar var futbolçularımızdan. Zubir ne edecek? Zubir verir adı. Kaşuk! Alexey! Kaşuk! Qapı xəttindən çıxartdılar. Qola necə yaxın idik. Top qalır meydan. Uzaq məsafədən zərbə və 3-1. Gurseta.
dubl eləyir. Onlar ilk iki görüşdə məğlubiyyətlə üzləşmişdilər və Igor Payac oyunu bitirir. Bu akşam Bakının səması altında təkcə bir futbol oyunu başlamır. Bu akşam bir tarix, bir gürur, bir səda səhnəyə çıxır. Və bugün biz artıq bilirik. Bura qalib xalqın stadionudur. Başlama vuruşunu Chelsea yapıyor. Kohalski uzaklaşır. Geri kaydan top Caicedo. Top kapının üstünden geçir. Son çizgi. Yerden bir top. Dışarıya gidiyor out. Chelsea hücumdadır. Tehlikeli geldiler. Aman Kapıya çocuklar. zərbə. Hesap açılır. Estevao. Şampiyonlar Ligi'nin Chelsea formasıyla en erken gol atan futbolcusu Estevao. Duran Şimdi topladı. Duran. Vurdu. İkinci pozisyon gol. Gittens topladı. Gittens ondan zərbə yaxın ikincə qeyridə. Dahi. Ataydan Elvin'e tehlikeli geldi. Elvin Kapıya vurdu zərbə dışarıya. ama Zubir'e de ötürme etmək olardı. Haydi çocuklar. Andrade eline mi çarptı? Penaltı! Jankovic. Garnacho ondan ötürme. Estevao geliyor. Medina. Kapatalım orayı. Təəssüf. Garnacho. 53-cü dəqiqədə hesabı bərabərləşdirir Garnacho. Meydana ikinci hissədə daxil olan Garnacho. Medina da koştu. Düştü. Vurdurmamak lazım. Bravo. Kohalski'ye oynadı. Kohalski. Hücumdayıq. Nərman Axundzadə ondan zərbə. Bravo. Top qapıdan aralı keçir. Delap. Qeyri dəqiq zərbə. Enzo kaleye dışarıya. Estevao. Güncdən zərbə işarədir. Sağ cinahla irəliyir. Kukure ilə mövqeyinə qayıtmağa çalışır. Ötürmə cərimə meydan Nərman'a gelmedi. Uzaqdan zərbə. Qeyri dəqiq. Təhlükəli idi. Enzo. Qeyri dəqiq zərbə. Out. Bəli, qapıdan zərbə olacaq. Bizde duramıyor. Nərmandan Nərman. ötürmə cərimə meydançasına. Gol pozisyonu. Ah, Kaşuk, ah, Bu neydi Kaşuk? Nasıl kaçar? İmkan verməyək bircə. Garnacho. Kohalski. Bravo Kohalski. Maç bitti. Bitti. Gurur duyuyor Azerbaycan. Tebrikler çocuklar. Alnınızdan öpüyoruz. Azerbaycan'ın gururu. Gecəniz xeyirli olsun. İctimai Televiziyanın efirində UEFA Çempionlar Liqasının həyəcanı davam edir. Qanam aparır Emanuel Adday. Uzaq məsafədən zərbə Emanuel Adday. Qapı qarşısında göndərilən top və bu Kohalski. Təkrar zərbə ilə imkan ver Mateusz Kohalski. Neres və Elvin uzaq məsafədə Kevin Medina'dan keçmir top. Huşsuz vəziyyətdədir Kevin Medina. Kevin qalxdı. Ara ötürməsi indi Di Lorenzo yıxıldı və 11 metrlik cərimə zərbəsi. Højlund yaxınlaşır. Kohalski! Kohalski qaytardı. Div Mateusz Kohalski. Yenə də qola imkan vermir. Elvin qarşısında göndərir sol tərəfə və Kohalski yaxın künc. Yenə də Mateusz Kohalski. Lang topu qapı qarşısına göndərir. Kohalski. Scott McTominay. Bəhlulun toxunuşu var idi, ancaq bu yetərli olmadı. Əks tərəfə düz qapımıza yönəltdi Bəhlul Mustafazadə topu. Uzaqlaşdırmağa cəhd göstərərkən tərs vuruşla riskli bir ötürmə. Kohalski! Bu dəfə də Mateusz. Daha bir zərbə. Bu dəfə də Mateusz. Bu dəfə də o! Nələr eləyir orada? Girdi cərimə meydançamıza. Neres. Oy. Geriyə ötürmə. Əmrə davam edir indi. Top səhv istiqamətini dəyişdi. Bu dəfə Marko Yankovicə toxunur və top istiqamətini dəyişərək qapıdan keçir. Adday özü vuracaq deyəsən. Adday və qapçı. Elmas araya girdi və Simon Marcinyak oyunu bitirdi.
2-0. İnanaq ki, Qarabağ əsas mərhələni adlayaraq play-off mərhələsində yüksələcək. İctimai televiziyanın efirində UEFA Çempionlar Liqasının həyəcanı davam edir. Dahi gətirib ver ötürməsini uzaq məsafədən zərbə və dəqiq alınmır. İrəli göndərilən topla Camilo Duran! Camilo Duran! Və gol! 1-0! Maçın 10-cu dəqiqəsi. Qarabağ hesab açır. Camilo Duran! Qarşıladılar. Zubir və top qapının üstündən keçir. Topun keçməsinə imkan vermir. Adday indi yenidən Camilo Duran keçir. Duran davam edir. Camilo Duran! Yox! Kasper Dolberg gəlir. Dolberg üzərməsi və hesab bərabərləşir. Koxayevski getdi ancaq əli gətirmədi. Hesab bərabərləşir. 1-1. Qətiyyən təbii ki, ruhdan düşmək olmaz. Bütün oyun demək olar ki, qabaqdadır. Oyunun əsas hissəsi qabaqdadır. Cəfər Quliyev qaçır, çatır. Elvin göndərir ancaq kim bitirəcək? Zərbə və top qapıdan keçir. Gol! Mateus Silva gol! 2-1! Mateus Silva! Geçti top Goya'ya. Goya gönderir. Ve Kochaski! Gelirler. Daha bir hücum. Glock'tu bu. Oscar Glock geçti. Zərbəsini indirir. Ve ay. Yeniden hesap beraberleşir. Oscar Glock. Kanado. Goye. Anton Goye. Anton Goye. Ayaksı oyunda ilk dəfə hesabda irəli çıxarır. Oscar Glock gətirdi. Kanado. Goye'ni tapır o isə çox qüvvətli bir zərbə indirir. Glock. Oscar Glock. Təəssüf. Dublunu rəsmiləşdirir. Və Ajax hesab arasındakı fərqi 2 topa çatdırır. Və Qurban Qurbanovun reaksiyası. Və Rade Obrenovic qarşılaşmanın bitməsindən xəbər verən final fitini səsləndirir. Və yekunda qarşılaşma Ajax'ın 4-2 hesablı qələbəsi ilə yekunlaşdı. Çempionlar Ligasının hər birimizin futbol həyatında işarəsini verir. Uğurlar Qarabağ. Abdullah Zubir Elvin köməyə gəlir. Zubir ötürmə Elvin Cəfər Quliyev qapı qarşısına zərbə. Kavos Rados təkrar zərbə və gol! Diqqətli olmaq lazımdır. Zərbə! Təəssüf, çox gözlə görünən gedişat oldu axı bu qolda. Necə diqqətsiz oynaya bildiyi orada. Davam edirik mübarizəyə. Leandro çəkmə meydançasında. Leandro! Toxunuş var son anda. Bitirmə mərkəzdə. Top ələ keçirdik. İləri götürmə. Camilo Duran yıxılır yerə. Heç nə yoxdur deyir Sandro Şerer. Fikir verin. Olmadı ötürmə irəliyə. İmkan vermirik. Hakimsə penalti nöqtəsinə işarə edir. Çox maraqlı senaridir bu. Burada penalti demədi. Bu epizoda penalti demir. Bu epizoda isə penalti deyir. Haydi Kohalski. Fares Şaibi topun yanında Cəzairli futbolçu. Şaibi və top qapıdadır, təəssüf. Axı çox fərq yox idi. Eyni epizodlar idi təxminən. Quliyev çəkmə meydançasına Elvin'in ötürmə. Zərbə və gol! Ədalət tərəzisi budur. Ədalət tanrısı görür axı hər şeyi. Olmaz belə. Olmaz. Sandro Şerer. Bu da cavab. Biz golun təkrarına baxırıq. Türməsini itləyən sağa. Mateus Silva qapı qarşı zərbə və gol!
Gəlir o gol. 3-2 olur o. Oy 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 oy. Bitirir mübarizəni. Bu da son fit. Bitir. Bitir bu mübarizə. Qarabağ 10 xal. Bəli, çox möhtəşəm görüntülər. İrəliyir Johnny Montiel verdi ötürməsi. Camilo Duran! Ancaq düz ay sonu. Davam edir Ekitike. Zərbəsi Ekitike'nin çox təhlükəli idi. Zaya göndərir. Qarşılıq Van Dijk və buradan Kocheski qarşılayır. Mərkəzi göstərir. Toplam xəttini keçdiyini qeydə alır. Qarşılaşmanın 15-ci dəqiqəsində. Hirtsin zərbəsi 2-0. Ekitike mərkəzə meyilləndi. Zərbəsini vuracaq və burada daxilə Kocheski qarşıladı. Daha bir zərbə təhlükəli idi. Van Dijk gəlmişdi. Salahın qarşısında. Salah göndərdi. Oy oy oy. Yaxşı qurtardıq. Soboslay yaxınlaşır. Salah vuracaq. Muhammed Salah. 3-0. McAllister Gakpo ile oynuyor. Kocheski! Olmayacaq 4-cü gol deyir Mateus. Medina çatmalıdır. Medina. Ekitike təkə gəlir. Ekitike. 4-0. Ekitike indi McAllister. Alexis McAllister. Yox, müharibənin nəticə önəmli olmalıdır. Chiesa 6-0. Və bitdi. Həqiqətən də Qarabağın bu mövsüm Çempionlar Liqasında tarix yazdı komandamız. Mövcə olmayacaq. Qarabağ play-off'dadır.